Bir gün bir patron şirketin karşısında katibesiyle giderken görür ki şirketin karşısında bir kız əyləşib çiçek satır. Katibəsindən soruşur ki bu kız burada niye çiçek satır? Deyir ki bu kız gözü görmür, gözü engellidir. O buradan da keçib gedənlərin sayı çox olduğuna göre bu həmişə burada oturub çiçək satır. Da gözü görmədiyinə görə bizim də onunla işimiz olmur. Elə bu ərəfədə bir cavan oğlan bu qıza yaxınlaşır və qıza deyir ki, mənim pulum yoxdur, mənə pul verginən. Qız buna deyir ki, sən niyə işə gedib işləmirsən, elə boş-boş hər gün avaralanırsan, ancaq buna fikir verməyən oğlan onun əlindəki pulu qapıb çıxıb gedir. Bunu görən patron qıza yaxınlaşır, deyir ki, çiçəyi neçəyə satırsan, deyir ki, 10 yuana. Və cibindən bir yüzlük çıxardır, qıza uzadır, qız buna bir çiçək verir, deyir ki, sənin o əlindən pulu alıb qaçan oğlan kim idi? Deyir ki, o mənim qardaşımdır. Avara-avara hər gün veyillənir, işə getmir, məndən ancaq pul tələb edir. Sonra qız əlini pula sürtərkən görür ki, bu pul böyük puldur. Deyir ki, sən mənə çox pul vermisən. Oğlan deyir ki, bəs sən nə bildin mən sənə çox pul vermişəm, sən axı görmürsən. Deyir, hə, mən görmürəm, ancaq əlimi pulun üstünə sürtəndə oradakı yazılara görə müəyyən edirəm ki, pulun miqdarı nə qədərdir. Deyir ki, sənin gözünü əməliyyat eləmək, sağaltmaq mümkündür. Qız deyir ki, bəli, mənim gözüm əməliyyat olunsa sağalaram. Ancaq mənim gözümü əməliyyat eləmək üçün həkim məndən 1 milyon pul istəyir. Bu da çox yüksək puldur. Mən bunu çiçək satmaqla heç cür düzəldə bilmirəm. Oğlan deyir ki, mən səndən gəlib hər gün bir çiçək alacağım. Bundan qız çox sevinir. Deyir, sən xoşbəxt adamsan ki, sən öz sevgilinə hər gün bir çiçək bağışlayırsan. Belə ki, oğlan çıxıb gedir və katibəsinə deyir ki, biz o qıza yardım eləməliyik. Ona görə mənim şirkətimdə nə varsa pulların hamısını çəkinən, maşının açarını da qoyur ortaya, bu maşını da satınla ona 1 milyon yardım edək. O qız qoy gözlərini əməliyyat elətdirsin. Katibə buna deyir ki, sən çox böyük riskə gedirsən. Biz ona 1 milyonu versək, heç cür bunun altından qalxa bilməyəcək. Deyir, yox, fərqi yoxdur, sən bütün pulları çəkin. Və ertəsi günü yenə o patron qızın yanına gəlir, deyir ki, mənə bir çiçək verginəm. Qız gülə-gülə çiçəklərdən birini ayırıb buna verir və oğlan 1 milyonluq kartı qızın oğcuna qoyur. Deyir ki, bu kartı götür ginən, bu kartda 1 milyon var. Sən gedib öz gözlərini əməliyyat elətdirərsən. Bunu deyib oradan tez uzaqlaşıb çıxıb gedir. Qız bunu arxadan hay çağırır, oğlan dayanmır, çıxıb gedir. Bir neçə müddətdən sonra həmin patron artıq tikinti şirkətində işləməyə başlayır. Bir gün bunun katibəsi bunun yanına gəlib deyir ki, sənin xəbərin var, həmin qız gözlərini əməliyyat elətdirib, əməliyyatı çox uğurlu keçib. Özü də bir çiçək dükanı açıb, orada çiçək satır. Bunu eşidən oğlan tez qızın çiçək dükanına gedir və qızdan bir çiçək istəyir. Qızdan soruşur ki, çiçəyi neçəyə satırsan?
Deyir 10 yuana. Deyir onda mənə bir çiçək ver. Qız buna bir çiçək verir. Bu cibindən yenə pulu çıxardanda bir 100 yuanlıq çıxardır, qıza uzadır. Qız bunu görəndə 100 yuanı deyir, hə, mən səni tanıdım, sən mənə yardım edən oğlansan. Və bunu duyan oğlan tez qaçmaq istəyir, amma qız onu buraxmır. Deyir, mən səni çoxdan da axtarırdım, tapa bilmirdim. Mən sənin sayəndə gözlərim açıldı, həyata baxa bilirəm, həyatı görürəm. Ona görə mən səninlə evlənəcəyim. Və beləliklə onlar ikisi birlikdə evlənirlər, həyat qururlar, özləri üçün xoşbəxt yaşayırlar. Bu da həyatın bir tarixi hadisəsidir. Diqqətinizə görə çox sağ olun.